Salam əziz izləyicilərimiz, sizinlə Word-dən olan 3-cü dərsimizdəyik. Əvvəlki 2 dərs izləməmişsinizsə izləyin. Və o dərsləri təkrarlamaq üçün sizə dərsə başlamamışdan bir neçə sual verim. Şriftimizi biraz böyüdək, rahat görə biləsiniz deyə buradan böyüdürük. Əvvəlki dərslərimizdən yəqin ki, bunu bilirsiniz. Sual 1. Suallar açıq şəkildə olacaq, yəni variantlar qoymayacaq, test sualları kimi. Sualların cavabını çalışarsınız videonun aşağısına yazarsınız, müzakirələrsiniz ki, daha yaxşı, daha dəqiq yadınızda qalmış olsun. Sual birimiz nədən ibarətdir? Kəsmə proqramından istifadə edərək. Bu düymələr yuxarıda gördüyünüz 3 düymə. Birinci sualımız bundan ibarətdir ki, şəkildə gördüyünüz bu 3 düymədən hansı düymə ikili funksiyaya malikdir? Yəni 2 dənə funksiya icra edir və həmin funksiyaların adlarını və nədən ibarət olduğunu yazarsınız videonun aşağısından. İkinci sualımız nə ilə bağlı olsun? Gördüyünüz bu 3 düymə sual yazaq. Gördüyünüz bu 3 düymənin funksiyaları nələrdən ibarətdir? Hansıdır bu 3 düymənin funksiyası? Və bu onun altından niyə xətt çəkilib? Yanında da belə bir ox işarəsi var, ancaq digərlərində elə bir şey yoxdur. Daha doğrusu xətt yox, xətt onun funksiyası ilə bağlıdır. Sualın cavabını açıb demiş oldum demək olar ki, yarısını. Onun yanındakı ox işarəsi nəyi göstərir və digərlərinin yanında həmin ox işarəsindən niyə yoxdur? Növbəti sualımıza keçək. Üçüncü sualımız. Üçüncü sualımız olsun. Üçüncü sualımızda bir şəkilli sual qoyaq. Font tabını bütövlüklə kəsərik. Font daha doğrusu tab qrupunu. Burada gördüyünüz düymələrdən hansı vasitəsilə, yəni bu düymələrdən hansı vasitəsilə yazıda olan bütün formatlaşmanı silmək olar? Məsəl üçün, bunu seçib, burada gördüyünüz düymələrdən hansını tətbiq eləsək, hal-hazırda baxın 28 şriftlərdir, qayıdar 11 şriftə, standart formaya. Bu düymələrdən hansı vasitəsilə bunu edə bilərik? Və yaxud sual üçün rəngli formaya gətirək, rəngləyək bunu, sonra arxa fonu rəngləyək, bu formaya gətirək. Bütün bunların hamısını buradakı düymələrin hansı vasitəsilə yox eləmək mümkündür. Sonra dördüncü sualımız. Burada gördüyünüz komandalardan, yəni bu komandalardan söhbət gedir. Bu komandaların hansı vasitəsilə faylın açılmasına parol qoymaq olar? Yuxarıdakı 4 dənədən söhbət gedir. Bu 4 dənədən, hətta 4 dənə olsun elə. Bu 4 dənədən hansı vasitəsilə faylın açılmasına parol qoymaq olar? Parol başqa yerində qoymaq olar, ona görə hal-hazırda bu 4 dənə içindən sual veririk. Çünki 4 dənənin hansının içindən parol qoymaq lazım olduğunu biz artıq öyrənmişik. Sual 5. 5-ci sualımız. Beşinci sualımız olsun. Paragraf qrupundan, abzas qrupundan. Şəkildə gördüyünüz bu düymənin, böyük olsun daha rahat görün. Şəkildə gördüyünüz bu düymənin funksiyası nədir? 5 dənə sualımız var burada. O qədər çətin suallar deyil. İlk 1-2-ci dərslərimizi öyrənmişsinizsə sualların cavabını asanlıqla yaza bilərsiniz. Əgər görürsünüzsə ki, başa düşmürsünüz, suallar yadınızda deyil, xatırlamırsınız, təkrar qayıdın 1-2-ci dərslərimizi diqqətlə izləyin. İzləsəz bu sualların cavablarını asanlıqla tapa bilərsiniz. Sualların cavabını tapdıqda xəstəlik eləməyin, videonun aşağısına yazın. Bilməyənlər, unudanlar da öyrənmiş olsun. Keçən indi bunların hamısını silirik. Ctrl-A vasitəsilə Ctrl-A qaytaraq geri. Ctrl-Z vasitəsilə qaytardıq. Burada gördüyünüz düymədir. Klaviaturumuzu çağıraq. Klaviaturumuz vasitəsilə seçək. Siz də görmüş olun. Ctrl-A vasitəsilə seçilməlidəsiniz. Ctrl-A vasitəsilə burada gördüyünüz bütün yazılar hamısı seçildi. Backspace və yaxud delete ikisindən birini sıxmaqla bu seçilmiş yazıları biz silə bilərik. Backspace vasitəsilə bu yazıları sildik. Keçək bugünkü dərsimizdə o qədər klaviatur lazım olmayacaq, göndərək aşağıya. Bugünkü dərsimiz nədən ibarətdir? Bugün biz öyrənirik lentin
Bu gördüyünüz lentin yuxarıdakı isə demişdik lent adlanır. Lentin öyrənəcəyik insert tabını. Insert tab vərəqini və yaxud insert tabını öyrənəcəyik. Insert tabında nələr var? Biz bir nəzər salaq. Burada gördüyünüz aşağı hissədə 1, 2, 3, 4, 5, 6, 7 dənə qrup var. Lent qrupu var. Insert lent tabının 7 dənə lent qrupu var və qrupları bir-bir biz sizinlə öyrənəcəyik. Çalışacağıq az-az öyrənək ki, yəni dərslərdə az-az eləyək ki, dərs çox uzun olanda baxmağa həvəsiniz olmur. Ona görə başlayaq elə birinci səhifələr. Səhifələr lent qrupundan başlayaq. Bunu kəsib aşağıya da yerləşdirə bilərik. Biraz da ölçüsünü böyüdərək daha rahat formada görəsiniz. Bura Ctrl kəsmişik. Bestləyəcəyik indi və yaxud Ctrl-V vasitəsilə də eyni şeyi icra etmək olar. Gətirib bura yapışdırdıq eyni şeyi. Daha böyük formada görün. Nələr var burada? Birinci komandamız üz vərəqi və yaxud ilk vərəq kimi bundan istifadə edirik. Nəyə yarayır? Hər hansı bir sənəd hazırlamısınız. İstəyirsiniz ki, sənədinizin ilk vərəqi əsrarəngiz olsun. Yəni gözəl olsun, bəzəkli olsun. Bunu təbii ki, siz əlinizlə buradakı komandalar vasitəsilə eləyə bilərsiniz. Ancaq Word deyir ki, buna ehtiyac yoxdur. Word deyir ki, mən bunu sizə təqdim edirəm. Bunu sizə o qədər lazım deyil. Artıq əməliyyatdır. Yaxınlaşdırmaq üçün də buradan. Artıq siz bilən video dərsimiz də var. Video dərslər necə hazırlanır, onu vasitə bilirsiniz ki, necə yaxınlaşdıra bilərik bunu. Və yaxınlaşdırdıq, baxdıq ki, burada olan hansı komandalar var. 3 dənə komanda var. Bu komandalar nədən ibarətdir? Birincidən biraz danışdıq. Dedik ki, birinci komandamız yarayır. Sənədimizin birinci səhifəsini bəzəkli eləmək, yaraşıqlı bir formaya salmaq üçün istifadə olunur. Nə zamansa sizin də lazımınız olar. Açırıq bunu. Burada hazır formalar var. Hazır formalar. Baxın, hansını sizin sənədinizə uyğundursa, onu seçirsiniz. Sənədinizin üst səhifəsi edirsiniz. Misal üçün, təhsillə bağlı nəsə bir şey edirsinizsə, bundan istifadə edə bilərsiniz. Baxın, arxa səhifə belə bir formadadır. Burada da yazılar yazmaq üçün sizə yer verib. Bu içindəkilər rahatlıqla silinir. Siz elə bura klikləyirsiniz. Silməyə ehtiyac yoxdur. Siz yazmağa başlasaz, məsəl üçün, o özü başlayıb silinəcək. Magistro. Belə bir başlıq hazırlamış olduq. Bunun altına siz alt başlıq yaza bilərsiniz. MS də böyle olsun. 2010. Sonra bura tarix yaza bilərsiniz. Burada kompüterdə hansı user aktivdirsə, onun adı yazılır. Müəllifin adı müəllif kimi. Siz bunu dəyişə bilərsiniz. Siz də öz adınıza uyğunlaşdıra bilərsiniz. Tarixi də yazısı olsa, bugün 29 07 2016. İllər sonra bir dərsə baxanda deyəcəklər ki, nə qədər uzun vaxt əvvəllər çəkilmiş bir dərsdir. Öz avtomatik görürsünüz, tarixi biz nöqtələr qoymuşduq, öz avtomatik uyğunlaşdırdı, normal bir formaya saldı. 7-ci ayın 29-u 2016-cı il. Bu formatı yəqin ki, buradan dəyişmək olar. Bəli, seçmək olur, dəyişmək olur. Bugünkü gün qoysaq elə öz avtomatik tarixi seçər bizim üçün. Və belə bir üst səhifəsi əlavə etmiş olduq. Sənədinin üst səhifəsi. Baxın, bu arxa fon digər vərəqlərə keçmir. Ancaq birinci səhifədə qalır. Cover page ancaq birinci səhifəyə aid olur. Buradansa başlayıb siz öz sənədinizi yaza bilərsiniz. Bu cover page xoşunuza gəlmirsə, daxil olub buradan başqalarını da seçə bilərsiniz. Məsəl üçün, belə bir şey. Özü yenə avtomatik yazılarımız yazdı. Bura nəsə bir başlıq kimi bir mətn də yazmaq olar. Ayın tarixi, dərsin adı, kursun adı və s. bu kimi şeylər. Bu xoşunuza gəlmişsə davam edə bilərsiniz. Burada müxtəlif formalar var. Hansını istəsəniz, hansı sizə uyğundursa, bunu biraz da kiçildək, bütöv səhifəni görmüş olun. Hansı sizə uyğundursa, ondan istifadə edə bilərsiniz. Hətta burada aşağıda var. Bunu cari cover page silmək istəyirsiniz ki, olmasın. Bunu silmək istəyirsiniz. Buradan silə bilərsiniz. Və yaxud da buradakılar sizi qane etmirsə, və kompüteriniz internetə qoşulursa, bura daxil olaraq əlavə Office.com saytından əlavə cover page'lər də yükləyə bilərsiniz. Bu da maraqlı oldu. Deyəsəm, biraz rəngarəngdir. Əlavə cover page'lər də buradan daxil olub Office saytından yükləyə bilərsiniz. Belə, bu oldu bizim birinci səhifəmiz, cover page'imiz. İkinciyə keçək, ikinci boş vərəq əlavə eləmək üçündür. Normalda siz əgər yazı gedirsinizsə və yaxud Enter düyməsini klikləyirsinizsə,
Word avtomatik olaraq həmin vərəqləri öz əlavə edir. Baxın, yazı baxırından səhifənin axırına çıxanda avtomatik Word öz əlavə edir. Bizə vərəq əlavə etmək ehtiyacımız yoxdur. Tutaq ki, biz istəyirik ki, bu iki vərəq arasında bir vərəq əlavə edək. Burada tutaq ki, yazılmış şeydir. Bəzən lazım olar, ehtiyacınız olar. Enter-dən istifadə etmədən, Enter düyməsindən sadəcə bunu klikləyərək bura yeni bir vərəq əlavə etmiş olduq. Baxın, bu yazı olan iki vərəqin arasında yeni bir vərəq əlavə etmiş olduq. Davam edə bilərsiniz. Nə qədər klikləsəz, o qədər sayda yeni vərəq əlavə olunmuş olacaq. Bunu siz klaviaturadan Shift-Enter vasitəsilə də eləyə bilərsiniz. Shift-Enter düymələri vasitəsilə də yeni bir səhifəyə avtomatik keçid eləyə bilərsiniz. Shift-Enter nə iş görür? Biraz fərqlənməklə düzdür. Buradasınız, Enter vursaz bir sətr növbətiyə keçəcək. Ancaq Shift-Enter vursaz üzrçəm Ctrl-Enter. Qarışdırdım biraz. Burada klaviaturada sizə göstərim. Burada tutaq ki, yazı yazırsınız. İstəyirsiniz növbəti abzası yox, növbəti səhifədən başlasın. Buna imtahanda sual olaraq rast gəlsəz, bu adlanır növbəti səhifəyə məcburi keçid. Ctrl-Enter düyməsi vasitəsilə növbəti səhifəyə məcburi keçid etmiş oldunuz. Keçid alan üçüncü komandamıza burada page break səhifəni bölür. Tutaq ki, istəyirsiniz buradan səhifəniz bölünsün, davamı növbəti səhifədən davam edəsin. Onun üçün siz page break komandasından istifadə edə bilərsiniz. Davamı buradan sonra və bu hissədən sonra bu yazını biraz uzadaq görə bilərsiniz. Yəni bunu da biraz digərlərindən fərqli eləyək. Əgər siz kursoru bura qoymusunuzsa, bunu da biraz belə ki, rahat görə bilərsiniz. Kursoru bura qoyub bu düyməni vurursunuzsa, kursordan sonraki hissə kəsilib növbəti səhifədən davam etmiş olur. Baxın, biraz kiçildə indi görə bilərsiniz. Kursoru burada qoymuşduq bunun sonuna. Kursordan sonraki hissəni kəsdi, növbəti səhifədən davam edir. Page break səhifəni kəsir, növbəti səhifədən davam eləməyinizə şərait yaradır. Bugün danışdıq Insert tabının səhifələr, page, səhifələr qrupu haqqında. Növbəti dərslərimizdə tables, sonra illüstrasiyalar, əlaqələr, başlıq və ayaqlı, sonra mətn, simvollar, işarələr haqqında danışacağıq. Çox da uzatmayaq, çox uzananda həvəsiniz olmur baxmağa. Qısa-qısa olsun, rahat olsun ki, baxıb öyrənə biləsiniz, mənimsəyə biləsiniz. Öyrəndiklərinizi tətbiq eləməyi unutmayın. Hər dərsimizdən əvvəldə müəyyən suallar olacaq, əvvəldə və yaxud axırında dərsi daha yaxşı mənimsəməyinizi yoxlamaq üçün. Növbəti dərsimiz cədvəllərdir. Belə kiçik görməyinə baxmayın. İlk baxışlara görsənər ki, cəmi bir dənə komandası var. Xeyr, bunun daxilində bir aləm var. Hətta əgər yadınıza gəlirsə, xatırlayırsınızsa, ilk dərsimizdə demişdik ki, bunlar əsas tablardır. Hətta demişdik, bu mas type-ı da buradan nə qədər yığışdırırıq, yığışmır. Üzlü qonaq kimi bir şeydir. Təkrar gələn dərsimizdə yenə qayıdıb gəlir bura. Hardan götürmək lazım olduğunu öyrətsəm sizə. Sonradan kompüterə yüklənmiş bir proqramdır. Düzdür, faydalı bir proqramdır. Ancaq bizə hal-hazırda lazım deyil. Biz standart Word-ü öyrənirik. Word-ün daxilində olan proqramları öyrənmirik. Ona görə bizim üçün bu artıq bir şeydir. Düsturlar yazmaq üçün əlverişli bir proqramdır. Biz öyrənəcəyik ki, Word-ün öz içindən də düstur yazmaq olur. Düzdür, bunun kimi olmur, amma olur. Çulu sudan çıxarmaq olar. Və haradan başlamışdıq, harada bitirdik, nədən danışırdıq? Danışırdıq ki, burada gördüyünüz bu tablar əsas tablardır. Mas type xaric, o əsas tab deyil. Əsas tablardır. Lentin əsas tablardır. Ancaq bunlardan əlavə digər tablar da var. Digər tablar nə zaman peyda olur, nə zaman özünü göstərir? Tutaq ki, biz bura girib bir cədvəl əlavə edək. 3-3 olan bir cədvəl, 9 xanalı bir cədvəl əlavə edirik. Və cədvəl əlavə edildikdən sonra görürsünüz ki, buradan 2 dənə əlavə tab peyda oldu. Sırf cədvəllərlə işləmək üçün olan tablardır. Bunlar əsas tablar deyil, əlavə tablardır. Cədvəl seçili olduğuna görə çıxıb. Biraz aşağı klikləsək, həmin tablar gördüyünüz kimi yoxa çıxır. Biz cədvəllərlə işləyərkən əlavə tabları da öyrənəcəyik. Onun üzərində də bəzi faydalı funksiyalar var. Sizə iş prosesində lazım olar, həmçinin imtahanda lazım olar. Hamısını seçəcək bunların. Və dərsimizi burada yekunlaşdıraq. Insert tabı ilə davam edəcəyik növbəti dərslərimizdə. Bugünlük bu qədər. Sağ olun, gələn dərslərə qədər.